Baxırıq 20 aprel 2025 9 buraxılış imtahan suallarına. Deyək ki, rəqəmlərindən düzələn ən böyük və ən kiçik alt rəqəmli ədədlərin fərqini tapın. Hər rəqəmdən bir dəfə istifadə etmək olar. Ən böyük nə olar? 9, 7, 6, 5. Deməli, 9, 7, 5, 6, 5. Sonra da nə? 3, 1, düzdür mü? Ən kiçik olar tərsinə 1, 3, 5, 6, 7, 9. Ən böyüyünü də, ən kiçiyini də yaratdıq. Onların da bizdən fərqini istəyir. Çıxmasına yazarıq. 11-dən 9 çıxsaq 2, 12-dən 7-sini çıxsaq 5. Deməli, bir pay vermişik. 14-dən 8-sini 6-sını çıxsaq 8. Burada da yenə birini vermişik. 0 qalır. 7-dən 3-sünü çıxsaq 4, 9-dan birini 8. Cavab olur nə? A var yanlış. Qısar. Ged öbürsünə. Yazaq. Qulaq asaq. Məncə düz yerə getmirsən axı. Düzdür. 58 gəlir. Yaxşı. Bax, deyək ki, irrasional ədədlərinin alsa 3-1-dən kiçikdir. Fikir verir bir dənə. Bax, form olaraq nə yazmalısan aşılar? 3-1-dən kiçik olsun, düzdür mü? 3-1 nə deməkdir? Kök altında 9. Bundan balacasını axtarsansa, kökün altı 9-dan böyük ədəd olmalıdır. Düzdür mü? 9-dan böyük ədəd harda var? Z-də. Nə yazılır? 1 bölü kök altında 15. Məxrəc böyüdükcə kəsirin cavabı silir. Başa düşdük? Geç görüm o birisine. Yaxşı. Yaxşı. Gəldi 59-a. Bax, deyir ki, aşağıdakı münasibətlərdən hansı doğru deyil. O deyir. %25'dən kökdən nə çıxar? 0,5. 16'dan 0,36'dan qutardır. Bax, bu ikisini vursaq, eləyir 21,80'də eləyir 2. Buna da vursaq, 1,2. Getdik 60'a. Cavab o görəm. 60'da deyir, çox eləmə də, ondan getmir axı. Çox şey eləmə. Qulaq asaq. İstənilən boş olmayan ABC çoxluqları üçün münasibətlərindən hansı doğru deyil. Səhv axtar. Və deyir ki, boş olmayanda heç biri boş deyil. Deyir ki, B daxildir. B ilə C-nin kəsişməsinə baxın deyilən. Bu B-dir, bu C-dir. Düzdür. B bütünlüklə bu ilə C-nin kəsişməsinə nətər daxil olsun ki? Nə vaxt daxil olardı? Əgər B daxil olsaydı içərdə. Düzdürmü? Onda olardı. Ona görə cavab olur nə bəndi? Y bəndi. Başa düşürük. Bir dənə getməyin. Monobil variantlarına da baxaq. Bayaq. Burada fərqli bir şey yoxdur valla. Aynı ananın kəsişməsi nəyə bərabərdir? A'ya. Bunu düzlüyük. Sonra A kəsişir, B kəsişir, C. Nə fərqi var ki, mörtərci harda oldu? Kəsişmə həmişə bir-birinə bərabərdir. Sonra gəldik C bəndinə. A daxildir aynı bunun birləşməsinə. Aynı bunu birləşdirmişəmsə, onsuz da onun içində A da var da. Ona görə A ora daxil olacaqdır. Sonra gəldik D bəndinə. Deyir A birləşir, aynı B-nin kəsişməsi bərabərdir A-ya. Aynı B-nin kəsişməsi onsuz da A-dır. Aynı da birləşəndə yenə nəyə bərabər olar? A-nın özünə. Yəni o da düzdür. Bir dənə səhv olan budur. B həmişə B ilə C-nin kəsişməsinə daxil ola bilməz. Əgər ax çoxluğu olsa daxil olardı. O da elə bir söz demir ki, sağ o onun ax çoxluğudur ya da nəsə. Geç görəm. Baxaq. Yazın daş olur, hamınız yazın. Qulaq as. Bax, kubon deyir bir tilini bir vahid artırsa, bax 61'dələr o. Bax, tili aidi bir vahid artırsa, 10 həcmi 19 vahid artar deyir. Deməli, A olanda nə idisə, A olanda həcmi nəyə bərabər idi?
A kubuna. A üstəgəl 1 olanda həcmi nə oldu? A üstəgəl 1-in kubu. Salam. Bərabərlik 19 vahid artdı. Düzdürmü? Qutardı. Bunun açılışını yazaq da, eləmi? Nə olar arkadaşlar? Birincinin kubu. Üstəgələr 3 vuraq A kvadratı, ikincinin özü. Üstəgələr 3, birincinin özü, ikincinin kvadratı, onsuz da 1-in kvadratı 1 eləyir. Üstəgələr ikincinin kubu bərabərdir. A kubu üstəgəl 19. A kubları ilə nə qalar? 3A kvadrat, üstəgəl 3A, sıraf 18. Hamısında bölük nəyə? 3'ə böldük. Köhlərini deyin görün. Vuranda eləsin -6, toplayanda eləsin -1. -3 nə? 2. Bizə də deyir ki, yox, toplayanda -1 eləməlidir. 2-ni götürürəm, çünki həndəsədəyik. Salam. Həndəsədəyik, həndəsədə mənfi ola bilməz. Ona görə 2-ni götürürük. Qutarmamışıq elə. Tilini tapdıyıq. Kubun tilini tap. Əvvəlki formanı sortur da 2-dir. Qutarmışıq. Cavabı 2-dir, B-bənim. Gəldik 62-yə. Tez-tez yazaq. Oxtayla xəbər var. Yaxşı. 62. Təzə kitab işləyirsən Kənan? Hə, yox. Təzən də işləyərsən, bir iki nəzərdə olsun da. Təzə blok kitabı. Ekran seç. Daxili bucaqların cəm düsturu nə tərədə var? 62. Daxili bucaqların cəm düsturu. Bu deyil mi? Bərabər elədik nəyə? 1800. Hamısını 180-ə bölsək? N də bərabərdir 12. Çox rahat, qısa, balaca bir misal. Sonra qulaq asaq. Bu da rahat sualdır. Ekran seçim gənə. 24 deyir velosipedçi 24 km bölünsün saat sürəti ilə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Velosipedçi həmən yolu 18 km saat sürəti ilə neçə saata qayıdır? Misalın nömrəsi 63 eləmi? Bax, deməli, ağac 24-də gedibdi 1,5 saata. Sonra 18-i gedibdi, 18 ilə də gedibdi, nə qədər onu soruşur. Əgər bizim sürətimiz və zamanımız vardısa, düstur nə yazmalıyıq? Nətərdir bu düsturumuz? Sürətlə zaman düsturu nətərdir? S bərabərdir BT-dir. Bizə də lazımdır B ilə T salam. B ilə T lazımdır, düzdür? B ilə də T nətər asılıdır bir-birindən? Tərs asılıdır. Tərs asılı olduğuna görə qabaq-qabağa vuraq, yoxsa çarpaz? Deməli, qabaq-qabağa vuraq. Nə olar deyin görək? 18-2 bərabərdir, 24 vuraq, 1,5. Hər tərəf 6-ya bölünəm. 6-ya böləndə qalır 3x bərabərdir 4 vurulsun 1,5. 1,5'i 4'ə vursaq 6. 6'ı 3'ə bölsək 2. Bizdən istəyir nəyi? Bunu elə 2. Qutardıq. Burada da cavab olar 2. Tez köçürəm. Nə gəlir sonra? Boşa düşməyən sualını versin. Eləmə da, eləmə. Səslədə düşür o. A-nın hansı qiymətində ifadəsinin qiymətinə 3 dəfə böyük olar. Yazırıq. İfadənin qiyməti böyükdür. 3 vurulsun digər ifadənin qiyməti. Baxın bir dənə. 64. Deməli, ifadənin qiyməti digər bu ifadəsinin qiymətindən 3 dəfə böyük olsun deyir. Vurun açın birinci deyin görün nə olar? 54. 12'dən 3'ünə çıxsa toplasaq, bölsək, qutar. Cavab olar Y-bən. Sonra sürətlə zaman nətər asılı dedik? Tərs. Yaxşı. Adi formada bu da 67'dir.
63. Bu ehtimal cümləsi uzun idi, amma asan idi. Baxdan ola. Beşə sual. 65. Müxtəsər üsuluna görə nə yarır? Bir dəfə çıxması, bir dəfə üstə gəlməsi. 18-lər gedir. Cavab qalır ki, 3-cü misal ki, cavabı çalınır elə. Yaxşı. Bu da çox qəşəng sualdır. Qulaq asaq. Bax, sözlərinə baxın, cümləsi uzun olsa da çətin sualdır. Ekran seçin. Bax, dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi göstərilmişdir. Nədir? Televiktorinada deməli, iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı böyükdür? Faizlərdən ən böyük hansıdır? 26, 39. Prosta indi orada rəhlər yaxşı görünmür da. 39-un rəngi bozdur, təbiətin də rəngi bozdur. Ona görə deyirsən ki, ən çox olanı seçdik. Burada gəlirik təbiət. Variantda da təbiəti tapırıq, tutarır. Prosta orada 4 dənə ad yazıq, burada 5 dənə. 5-ci hansın artıq hansıdır? Orada olmayan nəsə var? Y variantında B var. Bu yoxdur, nə orada? B var. Hə, və ya ilə var. Yaxşı, 66-ya nə yazdıq? Təbiət. Yəni, C məndir. Təbiət. Yaxşı. Yenə, təpəsində mənfisi vardısa, aşağı düşəcək. Müsbətsə, yuxarıda qalır. Variantlara baxırıq ki, mənfi ilə də saxlayır. Ona görə heç elə yazmasaq da olar uşağı. Bax, 36-nı 9-a böldüm, 4, 4-ü 2-yə yoxdan. Bunu gəlin düzgün olmayana çevirək, sonra gedik. 9-u 2-yə vurdum, 18 üstə 2 gəldi, 20. 36-nı 9-a böldüm, elədi nə? 4. 4-ü də buna vuranda nə eləyəcəkdir? 0,4 idi, eləmi? Yoxsa nə tərəf? 0,4, 0,4. 0,8 qalır da, düzdür mü? 10,8 ixtisar gedir, nə qalır? 10,8, 5-də 4. A-ların üstünü toplayın. A üstü mənfi 1. Mənfi 5-in üstünə 4 gəlir. B-lərin üstünə baxırıq, yenə toplanır. B üstü 2. C-lərin üstünə baxırıq, C üstü mənfi 2. Cavab olur nə? T. Qutardır. Qaydamız nə oldu? Vuranda üstə nə olur? Toplanır. Böləndə çıxılır. Qüvvətin qüvvət olanda vurulur. Qulaq asırıq. Gəldi yara. Dairənin radiusunu verib diametrini soruşur. Deyin görən. 15. Deməli, radius 7,5-dirsə diametr 7,5 vurulsun 2-dir. Yəni, radiusun 2-misidir. Yəni, 15. Yazaq, yazaq, yazaq. Yazaq, mən düşqat görüm. 69. Y oxuya kəsmə. Y kəsirsə, x-i 0-dır. Harada x görsək yerinə nə yazırıq? Deməli, y-i kəsir, x-i kəsir, eləmidir? Y-i kəsir. Y-i kəsəndə x-i 0 oldu. 0-dan 4-ünü çıxdım, 4 kvadrat 16. Üstə gəl, y kvadratı bərabər 52. Kömək eləyin görəm. 52-dən 16 çıxdı. Nəyin kvadrat 36 edir? Amma bunu 2 dənə görüşməklə edirsən da. Bax, birinci halda 6 olur. Nə var? X-in 0 olanda, düzdür mü? İkinci halda yenə eyni hadisə. Mənfi 6 olub, nə var? X-in 0 olanda. İndi görüşmə nöqtəsi. 0, 6, 0, mənfi 6. Çatır. Siz götürün. Nədir? Yox, indi görəksən sualları. Elə orada o məxrəcdə o köhlü olan var. Nə tərkən biraz düşündürücüdür da, digərinə baxanda. Az da olsa fərqi var. Yaxşı. Birinci x-i çıxardırıq çölə. Nə qalır? 4x. X-i çıxardıq çölə. 4x çıxaq. Sonra hansı sıfıra bərabər olduğuna görə araqda sıfıra bərabərlər. Hər ikisini soruşur, cavab olur nə? C. C. Tutar.
Baxaq. Hə, bu məsəl üçün bu sualın özü. İndi özünüz işləyin, sonra mən baxacağım uşaqlar. Sərbəst özünüz işləyin. Yazın. Ortaq məxrəcimiz nə olar? Ortaq məxrəc deyin görün. Aha. Deyirəm, burada problem əsas nədədir? Mən elə bildim məsələdir, ona görə dedim özünüzə eləyin. 71. Deyirəm, o mənfidədir problem. X üstəgəl A, X çıxaq A. Bunu bölük buna üstəgəlmə gedib çıxma qalıb, çıxmanı da A-ya vuranda A-ya kes çıxaq, A kvadratı çıxaq. Bunu yenə böldük buna, çıxma gedib üstəgəlmə qalıb, üstəgəlməni də vuranda deməli, bunu buna vururuq. Olur A2, A2'lər gedir. Qabaqda çıxaq vardı deyə yenə çıxaq A-nın kvadratı. Yuxarı elədi nə? Mənfi K-nın kvadratı. Aşağıya baxın. Onlar X üstəgəl A, X çıxaq A. Düzdürmü? Sonra görün ağarı. O məxrəci yığışdırıram, amma mənfi də yekunda məxrəcə verəcək. Məxrəci yığışdırandan olar. Mənfini də aşağı tullasa X kvadratı mən tutardım. Variant oldu nə? A. Şu an əksəriyyəti bu mənfincə verməyibdir. Ona görə çaşdırıcı sualını. Mənfisinə görə bilirəm. Başa düşdük. Gedəvisinə qulaq asaq. 72. Hamısını nəyə vururuq filan? Hamısını vurun 4'ə. Ne eləyər deyin görün? 6x Bax, 4'ə vurdum, 2 ilə 4 getdi ixtisar, nə qaldı? İstəyirsiniz ayrı yazın. 6x. İxtisar getdi 2 qaldı, 3'ə vurduq 6x. 4'lər getdi 3. Vurduq 16x çıxaq 20. Sonra 16'dan 6'sını çıxdım 10. 20 də keçdi yolun qızına. 20'dən 3'ünü çıxdı 17. Hər tərəfdə böldük hara? 10'a, düzdürmü? 10'a böləndə 1,7'dən bölük. Bizdən də ən kiçiyini soruşur. 1,7'dən böyük ən kiçiyi həlimiz cavab ola 2. Qutar. Sürətli olan. Gəldi ola. Gəldi məsələ. Hə. Nə deyir aşklar? Mətbəədəki zəncili və alqara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Elnur bu mətbəədə 5/1-ni alqara, qalanını rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Buna görə o mətbəəyə neçə manat ödəməlidir? Birinci 4000 vərəq çıxaracaq da, o 4000-in 5/1-i lazımdır. 4000-in 5/1-i nə eləyər? 8.000. Yox 800. Yaxşı, 4800 getdisə nə qaldı? 3200. Birinci o lazımdır bizə. Görək hərəsində nə qədərdir? Deməli, A qara, qulaq asırıq, 5/1-dir. Deməli, A qara neçə oldu? 4000-i böldüm 5'ə, 800. Yaxşı, A qaraya 5/1-i getdisə, rəhliyə nə oldu? Rəhli oldu 4000 çıxaq, 800, yəni 3200. Bunu tapdıq. Sonra geri qayıdıram. Deyirəm ki, mətbəədəki rəngli vaqlara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir, deyirəm ki. Baxın bir dənə. Bax, əgər bizim A qaramız 800-dürsə, 1 ilə 1500 arasındadır da, deməli, A qaranın bu qiymət olacaqdır. Yəni 800 dənə olan 0,35, yəni 35 qəpikdən hesablanacaq. Amma 3200 1500-dən çoxdur. 1500-dən çoxdur, rənginin içindəkinə vurulmalıdır. Yəni 3200-ə vurmalıyıq 0,45-ə. Valla birinci zonada nə belə uzun deyildi, nə də belə anormal rəqəmlər yox idi aşağılar. Cavab nə almışdıq? 1720. Cavab aldıq 1720. Çətin sual deyil qətiyyən, sadəcə vaxt aparandır. Ciddi ara. Ciddi öbürsünə.
Edeceksən. Qulaq asaq. Sən kitabçanı necələdin mən? Burada. Hələ son 4 suala çatmamış, filan, görsənmi? Yəni o 4 sualın içində olsa yenə cəhənnəm da, ayrıca açıq sual kimi verir. Yenə də demək çətin deyil, amma yorucu, vaxt aparan, uzun, düz demirəm, valla var əməllicə. Bu çox rahatdır. Götürüb tərəflərdə cəmliyin 2 iqliklər geçsin. Sən bir dənə ekranı seç, qulaq asırıq. Tərəflərdə cəmləsək, iqliklər gedir. Deməli oldu, 2x üstəgəl 2x. Tərəflərdə cəmlədik, iqliklər getdi, 9 üstəgəl 12. 3x bərabərdir 21, x bərabərdir 7-yə. Tutarıq. Neçən sual idi bu? Tutarmamışıq, yaxşı, baxırıq yerinə qoyaq. 7. 2-ni 7-yə vurduq. Neçəsim ki 9 qalsın. 14-dən 9-unu çıxanda 5. İkisi də Y vuranda 35. Tutam. Keç götürəm. Gəldik bura. Avtobusda bu 5-ci sinif, hətta deyərdim ki, 2-ci, 3-cü sinif sualıdır. Çox asandır. Eyni bu sualı məktəbdə, ibtidai sinifdə çox işləyirsiniz. Deyir ki, 30 nəfər sərnişin var. Birinci dayanacaqda 7 nəfər yazılır. Sığışmır, biraz sol elə görürükmü? Deməli, 7 nəfər düşür, 9 nəfər minir. İkinci dayanacaqda 14 nəfər düşür, 4 nəfər minir. Tutar. İkinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? Cavab olur 22. Neçən sual idi bu? 75. 75. Getdik 76-ya. Bunun özü də. Bax, hələ son 4 suala çatmamışıq, amma yəni birinci zonaya baxanda bu sualın özündə də fərqlilik var. Çətin deyil qətiyyən, amma vaxt aparandır, yoruducudur, bax, cümləsi belə uzun düşələr, o ikisində belə deyil. Bax, B-yə nə var? 6-2. Sonra 7-də 7, 4-2. Sonra A-dıda da var 9-2. Sonra parçalar Y nöqtəsində kəsişir, yarıya bölünür. Yarıya bölünübdürsə, bax, DS nə? AB Y nöqtəsində kəsişir, yarı bölünübdürsə, bura 4x-dirsə, burada, bura 6x-dirsə, burada 6x. Onda qarşılı bucaqlar bərabərdir da, düz deyilmi? Bunlar oxşar bucaqlardılar da. O birisi də bura 9x-dirsə, burada 9x olur. Sonra bizə nə deyir? Deyir ki, perimetri 38-dir. ADY, bunun perimetri 38-dir. Perimetr tərəflərin cəmi deməkdir. Cəmləyəndə nə verir? 19x-in 38-dirsə, x-in 2-dir. Bizdən cıbını soruşur. Yazılır. Cıbı bərabərdir 9x-ə. O da bərabərdir nəyə? 9 vur 2-yə eləyər 18. Oxşarlığa görə elədik buna da. Yaxşı, yenə oxşarlıqdır deyəsən, eləmi? Oxşarlıqdır uşaqlar burada. Nağaraq, deyin görəm. Sizin ara qoydum. Yerə hə, bax, oxşarlığa görə şəkli çəkən nöqtələri verdik, qiymətləri üstünə yazılır. Bax, deməli, verifdir, F, seçildi ekran. Bax, E'dən F-ya deyir 3'dür. Sonra FC 3'dür. Sonra AC 9'dur.
Bizden soruşduğu nədir? BF. Buranı da soruşur. Deyirik ki, paralellik var burada. Buna paraleldirsə, bu bucaq bura bərabərdir. Bu bucaq bura bərabərdir. Bu bucaqda onsuz da ortaq bucaqlarıdır, düzdür mü? Və qaydaya əsasən bir üç bucağın, üç bucağı, digər üç bucağın üçünə də bərabər, ya da iki üç bucağı da, bir üç bucağın iki bucağı, digər üç bucağın iki bucağına bərabərdirsə, bu üç bucaqlar oxşardır, konqurentdir. Yaxşı. Hə, tələsməcədən. Bax, birin qabağı var, birin qabağı var, görsən. Birin qabağı nədir? Bir xətmin. Sonra, üç xəttin qabağı var, üç xəttin qabağı var, düzdür mü? Yazıram, bir xəttin qabağını bölürəm, üç xəttin qarşısına. Bax, bir xəttin qarşısı, bölək, bir xəttin qarşısı. Bərabər, üç xəttin qarşısı, bölək, üç xəttin qarşısı. Bunlar gedək, qalar üç. Üçə vurarıq. Düzmü alır? X-ə bərabərdir. Nə istəyir bizdən? Elə bunu? BF. 1.5-də onu elə cavabımız. Tutarım. Bunun özü belə. Birinci zonada belə sual yox. Yaxşı. Getdik 60, yox 78-ə. Deyir ki, bir ədədin 25%, digərinin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Bu çox rahatdır, məktəb kitabında 6-cı sinif sualıdır. Bax, neyniyərik? Deyin görəm. 78. Amma yenə də vaxt söhbəti var da burada da. Yalnızca gəlib birinci sonrada bir dənə Pifagor idi. Bir dənə sadə sual var idi, Pifagor. Burada nədir? Nə var? A-nın %25%-i bərabərdir B-nin %50-sinə. Fərqi də deyir 60-dır. Fərqi 60-dır dediyinə görə bir dənə sadələşdirək sonra danışaq da. Bu bərabərdir 25-ə böldüm, 25-ə böldüm, belə bir şey qalır. Yəni bizə deyir A-dan B-ni çıxanda 60 eləyir. A-nın yerinə nə yazdım? 2B-dən B çıxanda 60 qalırsa o nəymiş? A 60 eləyir. A 60-dırsa B nədir bə? B 60. Orada B 60. Səhv yazdır. Hə, burada B 60 değil mi? B 60-dırsa B-nin yerinə də nə yazdıq? B-nin yerinə 60 yazdıq. A-nın qiyməti 120 oldu. Bizdən bu ədədlərin cəmini istəyir. Yəni A üstəcər B-ni istəyir. Yəni 120 üstəcər 60 istəyir. O da olar nə? 180. Tutarıq. Çatır. Test köçürəm. Yazaq. Yazaq. Bax, deməli, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Deməli, 15 günün yekununda bir-birinə bərabər olubdursa, deməli, 15 günə xərclənən pul qalan pula bərabərdir. Deməli, 15 2, düzdür mü? Günə x manat pul xərcləmişəm, 15 gün xərcləmişəm. Xərclədiyim pul 150 çarp 15 x-ə bərabərdir. Çünki xərclədiyim pul qalan pula bərabər olur 15 gündən sonra. Buradan tapıram günləri, yoxsa pulun sayı, pulu hesablayıram da hələ ki. 15 gün üstünə 15 gün gəldi, elədir 30 gün vuraq. Hər gün xərclədiyimiz pul bərabərdir 150, x bərabərdir 5-ə. Düzdür mü? Bir günə 5 manat pul xərcləmişiksə, 150 manatımız vardısa, 150-ni də bölərik 5-ə, qalar 30. Deməli, 30 günə pulumuz bitər. Günə 5 manat xərcləsək. Şaşıracı deyək. Gəldik 80-ə. Biraz da aşağı eləyim, yuxarı baxsın. Qulaq asaq. Bax, buna topluda bu sual var. Buna qartal məsələsi demişik. Nə edirik olar? Qənətlərini uzadırıq. Üçbucaq düzəldirik. Sonra deyirik üçbucağın daxil bucaqlarının cəmi nədir? 180. Buna baxın. Görürsünüz. Bax, bura nədirsə, burada ondan bölümü. Sonra qalıb bir dənə bura. 100-ün qonşusu
180. Deməli dedik ki, iş bucağın daxil bucaqların cəmi 180. Yəni, bura nə yazmalıydı? Evdə 80, eləmi? O 80. 100-ün qonşusu oldu 80. Sonra qaydadan danışaq. Bax, iş bucağın, xarici bucağın, ona qonşu olmayan, iki daxili bucağın cəminə bərabər. Deməli, burayla da buranın adı nədir? Uyğun bucaqlar da bir-birinə bərabər olur. Ona görə cavab olar 130. Ged öbürsünə. Bax, bunun özü də biraz qarışıq sualda arkadaşlar. Yəni, birinci zonaya baxanda yenə deyirəm, keçən ildən qətiyyən çətin deyil. Keçən ilki imtahan çox çətin idi bunun yanında. Bu, keçənə baxanda çox sudur. Amma birinci zonaya baxanda az da olsa fərq var. Bax, tərəf 8 olan kvadratdır. S-lərinin nisbəti 9-un 1-ə, 1-in 9-adır. Yəni, K kvadratını verib. Onda K-sı nə olar? 3-də 1. Bunu tapdıq. K-sı 3-də 1-dirsə, söhbət bu S1 və bu S2-dən gedir də. K-sı 3-də 1-dirsə, bunun tərəfi məsəl üçün A-dırsa, bunun tərəfi nə olsa? 3A. Düzdür mü? Qutarıq. Yaxşı. Buraya 3A-dırsa, burada 3A-dır. Hamısı bir yerdə? 4A bərabərdirsə 8-ə, A bərabər olsun nəyə? 3-lə 2-yə vuranda 6. Bizə deyir ki, S2-nin sahəsini tap, buranın sahəsini soruşur. Bax, əgər bu kvadrat idisə, bu 2-dirsə, burada 2-dir, burada 2-dir, burada 2-dir, düzdür mü? Əgər bu kvadrat idisə, içində yenə təzdən kvadrata kəsilibdir da, ümumiyyətcə hamısı bir yerdə 8-dirsə, ikisi gedibsə, bura nə qal? 6. S2-ni tapmaq üçün nə arıq? Düz bucaqlı iş bucağın sayı düsturu nədir? Katetlərin hasilinin yarısı. Nə yazıram? 6 bölü 6 bölü 2. S2 bərabər 36-ın 2-yə böldüm. 18. Cavab olur 18. Sonuncu sualıydı bu uşaqlar. Keçmək. Sonuncu sualımızdır. Hə? Bu qədər.